سيف الله المسلول قاتل على التأويل. قد وتر فيه صناديده. فالق هامة الكفر والمجاهد في سبلام وجفت الصحف. اللهم من كنت مولاه فهذا علي مولاه. Əzizim Əli, bu qala hələ də fəth olunmayıb. Qoşundan istədiyin adamları götür, get qalanın qapısını aç. Sənə uğurlar olsun. İlahi, bu əllər səndən kömək diliyir, onları əli boş qoyma. Döyüşçü istəmirdin, mən qarşındayam. Allahın Rəsulu Mühəmmədin qardaşı Əli ibn Əbu Talibəm. Qulaq as Əbu Talibin oğlu, qəbiləm mənə başqa bir ad da verib. Mən ölüməm. Mən insanların həyatına son qoyanam. Mənim qılınc və nizəmin qarşısında kim tab gətirə bilər? Dediklərini eşitdim Haris. Qılıncdan başqa bir yol varmı? Bir daha səni xeyrinə olandan xəbərdar eləyirəm Haris. Biz özlərini sizdən üstün sayan Məkkə əhlindən sizə daha yaxınıq. Hamımız bir nəsildənik, dinimiz də birdir. Musa Kəlimullahın inandığı dindir. Həqiqi yəhudilər nəsildən nəsilə peyğəmbərlərin gəlişini gözləyiblər. Biz sizlənik, sizə qarşı deyilik. Sənə deyəcəklərimə yaxşı qulaq as. Mən sən deyənlərə zərrə qədər də inanmıram. Əgər kişisənsə, gücün çatırsa, qılınc və nizəmin zərbələrini tab gətir və başqaları kimi qabağımdan qaçma. Sakit ol ey Haris, biz yaxşı din qonşularıyıq. Bizlə düşmənçiliyə görə belə tələsmə. Yox.
Sıyır kılıncını Ebu Talib'in oğlu! Sıyır kılıncını! Gel üstüme Ebu Talib'in oğlu! Gel görüm! Vay halımıza! Haris! Qalanın içine qaydın. Tez olun, tez! Hara kaçırsınız? Yerlerinizde kalın, kaçmayın! Dayanın! Qayıdın, Haris'i gətirin bura. Biz kiminsə qanını tökmərik. Qılıncını götür, çıx get qəbilənə. Hətta əgər Əbu Süfyan da sənə qoşulub qayıtsa, onda bu qoşun da mübarizəyə qalxmaz. Sen hiç beni tanıyorsan? Bəli, çox yaxşı tanıyıram. Yəqin bilirəm ki, sən xəndəkdə bir qılınc belə vura bilməyəcəksən. Elə isə ey əmir, indi seç istədiyini. Qoy hamı sənin şücaət qanunlarını bildiyini üçün. Ey Ebu Süfyan, o cavan oğlan beni 3 teklif karşısında koydu. Ya Müslüman olum, ya seni tek koyup, ya da onunla vuruşup. Elese yerinde dayan dat kılıncımın gücünü. Onda görersen ki yırtıcı şir de benden korkup kaçar. Çox yaxşı danışdın. Amma əvvəl atından yerə düş. Allahu Akbar! Allahu Akbar! Sənin ayağını kəsdim ki, qışları kəsilmiş atın çəkdiyi ağrını hiss eləyəsən. Kurtar işini cavan. Beni bu hesaptan kurtar. Bu vaxtacan heç kim beni bu cür yerde kalmış görmeyip. Kes başımı. Hara gelirsen kurtar beni bu hesaptan ya Ali. Ben senin kılıncının gücüne yaxşı bələdəm. Bilirdim ki Ərəblər arasında Əlidən başka beni öldüren olmayacak. Üzünü tüpürdüm ki işimi tez kurtarıp beni öldüresen.
Beni bu əzabdan, cemaatın istehzalı baxışlarından qurtar, rahat elə. Biz Əhl-i Beyt Allahın rizasından başqası üçün heç nə eləmirik. Üzümə tüpürməyin qəzəbləndirdi məni. Qəzəbləndiyimə görə səni tez öldürsəydim, onda mən öz razılığımı Allahın razılığından üstün tutmuş olardım. Biraz var gəl eləyib, qəzəbimi sakitləşdirdim, tövbə elədim. İndi səni Allahın adı ilə, onun əmrinə görə öldürürəm. Hala qaçırsınız ay qorxaqlar! Qalın, döyüşün! Əlinin xəndəkdə vurduğu zərbə bütün məxluqatın ibadətindən üstündür. Əli! Əli! Bu qövmün kökünü kəsəcəyəm yeryüzündən. Bu qövmün kökünü kəsəcəyəm yeryüzündən. Sen Haris İbni Ebu Zeynep Xeybərli sən öldürdün? Hı? Onu sülhə çağırdım, amma o döyüşə israr elədi. Ona dedim, müsəlman olsan bizə qoşularsan. Sənə də deyirəm bunu. Mənə? Bəli, sənə. Mən müsəlman olum? Mən müsəlman qanına susamışam. Müsəlman olum? Allahın bütün dinləri hamısı bir-birinin davamıdır. Bir-birini tamamlayır. Adəm və Nuhdan, Musa və İsa'dan başlayan bu xətt axırda gəlib Mühəmmədə çatır. Danışmağı bırak Əli. Hünərin çatırsa üstümə gəl. Xeybər mənim mərhəb olduğumu bilir. Hamı məni yaxşı tanıyır. Qılıncı, döyüşməyi çox sevən bir pəhləvanam. Qılınclarınızı hazırlayın qabağımı kəsməyə. Görün nizə və qılıncı necə oynadıram. Qanımıza susamış olsan da mehribanlıq bizi bir araya gətirə bilər. Biz ayrı-ayrı yollardayıq. Peyğəmbərlərin hamısının yolu bir olub. Boş-boş danışma. Bir Musa peyğəmbərin yolu başqa olub. Sizin peyğəmbəriniz Musa elə bizim də peyğəmbərimizdir. Sizin öz dininiz var, bizim də öz dinimiz.